İndi sizə həyatı çox çətin keçmiş, gənc yaşında bacısı və qardaşını itirmiş və əmisi tərəfindən dəfələrlə şiddətə məruz qalan, hətta bir açıqlamasında ona o qədər az yemək verirdilər ki, vitamin çatışmamazlığından kirpikləri tökülməyə başlamışdı. Elçin Həmidov hər birimizin məhəllə filmindən tanıdığımız Məzinin çətin həyat hekayəsini danışacağım. Elçin Qəzənfəroğlu Həmidov 29 iyun 1958-ci ildə Bakıda anadan olub. Körpə yaşlarında əvvəlcə atasını, sonra anasını itirib və bacı qardaşları ilə birlikdə əmisi tərəfindən himayəyə götürülüb. Lakin əmisi evində də çox çətinliklərlə üzləşib, ağır işlərdə çalışıb və aclıq səbəbindən sağlamlıq problemləri yaşayıb. Gənc yaşlarında isə əvvəlcə bir qardaşını, sonra bacısını və digər qardaşını itirib. İndi düşünün, hələ gənc yaşlarında insan bu qədər əziyyət çəkib, amma o bütün bunlara baxmayaraq yenə də həyat eşqini öldürməyib. Əmək fəaliyyətinə kuryer, işıqçı və fəhlə kimi başlayan Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. Bu dünyada ilham etsiz kimə çağırdınız? Mən səhnədən getməyəcəm heç bir anda. Mən olmasam kimə qulaq asardınız? Rəstropoviç sevir məni uşaqlıqda. Jackson deyir səninlə klip çəkdirəcəm. Söz verirəm. 1977-ci ildə İncəsənət İnstitutunun Dram Kino Aktyoru fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni uğurla bitirib. 1983-cü ildən etibarən Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib və müxtəlif rolları ilə tamaşaçıların rəğbətini qazanıb. Elçin Həmidov Harniz Bakı və Keven klublarında, eləcə də məhəllə film seriyasında canlandırdığı məzi obrazı ilə geniş bir populyarlıq qazanıb. Bilirsən, ola bilsin ki, Rusiyada Azərbaycanlıların sayı 3 milyondan da çoxdur. Amma səsləri elə gəlir ki, elə bil 3 nəfərdirlər. Düzdür, onların arasında vətənpərvərləri də var. Azərbaycana və Azərbaycanlılara kömək eləyəni də var. Amma təəssüf ki, azdır. Biz itirdiklərimizin dəyərini həmişə sonradan başa düşürük. Onun bariton və soprano səs diapazonu müxtəlif janrlarda ifa qabiliyyəti və tanınmış sənətçiləri parodiya etmə bacarığı ilə yadda qalıb. Düşmərəm bir anda səndən ayrılaq, sonsuz məhəbbətim sözüm dostum. Aktyor şəxsi həyatında yaşadığı itkilər və çətinliklər səbəbindən heç vaxt evlənməyib. Hətta o bir çıxışında "Zaten çox yaşamayacağam, evlənməyimin nə mənası var" ifadəsini işlədib. Bir gün Elçin Həmidov aktyor məşqinə gəlməmişdi və dostları bundan narahat olmuşdu, çünki o heç vaxt bu şəkildə gəlməməzlik etməzdi. Onun evinə yola düşdülər və gördülər ki, qapı bağlıdır. Daha sonra fövqəladə halları çağırdılar və qapıyı qıraraq içəri girdilər. Girəndə gördülər ki, Elçin Həmidov artıq vəfat edib və məlum oldu ki, bir gün öncədən vəfat edib. O 4 mart 2011-ci ildə ürək tutmasından vəfat edib və Xırdalan qəbirstanlığında dəfn edilib. Bilirsiniz, bizi yıxan elə bax bu sözlərdir. Əşi, düzələr, yola ver getsin, eybi yoxdur. Əgər sən gördüyün işlərə əşi, düzələr, eybi yoxdur, yola ver getsin kimi sözlərlə yanaşırsansa, onda nəticə bax belə olmalıydı. Hər bir vətəndaş öz işinə məsuliyyətlə, canla, başla yanaşmalıdır. Bizdə necədir? İnsana
onun tutduğu vəzifəyə görə hörmət edirlər. Amma bu belə olmamalıdır. İnsana onun gördüyü işlərə görə hörmət eləməlidirlər. Hətta vəzifədən getsə belə. Mənim arzum odur ki, istənilən sahədə tutduğumuz vəzifədən asılı olmayaraq işimizə elə münasibət bəsləyək ki, nəticədə qazanan vətənimiz olsun.